Qəriq duası barəsində sizə məlumat vermək istəyərdim. Önəmli dualardandır, namazlarınızın qunutlarında, namazdan sonra, ha belə adi vaxtlarda da oxuya bilərsiniz. Şeyx Səduqun Kəmaluddin kitabında nəql olunub Abdullah ibn Sənandan. O deyir ki, İmam Sadiq əleyhissalam buyurdu, sizə bir şübhəli bir zaman üz verəcək. Həmin bu şübhəli bir durumda nə bir əlamət, nişanə olacaq ki, görünsün, nə də bir doğru düzgün yol göstərəcək bir imam olacaq ki, belə bir durumda, belə bir şübhəli, tərəddüdlü durumda nə edəcəyinizi biləsiniz. Həmin belə bir vəziyyətdə yalnız və yalnız qəriq duasını oxuya bilən kəs nicat tapa bilər. Qəriq, yəni boğulan deməkdir. Özünüz təsəvvür edin, boğulan bir insan saman çöpündən yapışmağa belə ehtiyac duyar. Bu dua necədir? Ya Allahu, Ya Rahmanu, Ya Rahimu, Ya Muqallibəl qulub. Ya Allah, Ya Rəhman, Ya Rəhim, ey qəlbləri qəlibdən qəlibə salan, yəni Allaha müraciətdir. Səbbit qalbi alə dinik. Mənim qəlbimi öz dinin üzərində, öz dinin əsasında sabit qədəm, möhkəm elə. Abdullah bin Sinan deyir ki, mən dedim ki, Ya Allahu, Ya Rahmanu, Ya Rahimu, Ya Muqallibəl qulubi vəl əbsar. Yəni imamın dediyi duanı dedi, Ya Muqallibəl quluba Əl-Əbsar sözünü də əlavə elədi. Yəni, ey qəlbləri və bəsirətləri, gözləri qəlbdən qəlbə salan. İmam buyurdu ki, heç şübhəsiz ki, Allah Taala qəlbləri və bəsirət, gözləri qəlbdən qəlbə salandı. Bəli, bu düzdür. Lakin mən sənə nə deyirəmsə, sən o cürdür. Ya muqallibəl qulubi, səbbit qalbi alə dinik. Ey qəlbləri qəlibdən qəlbə salan, mənim qəlbimi dinin üzərində sabit qədəm et. Buradan da biz öyrənirik ki, din böyüklərimiz, Əhl-i Beyt bizə bir şey buyuranda insan özündən əlavələr və ya ixtisarlar etmək haqqına malik deyil. Sənə nə deyirlərsə, sən o cür də elə. Yox, burada namazı bu cür artırsan belə yaxşı olar. Bunu bu cür şəkildə belə eləsən belə olar. Yox, sənə nə deyirlərsə, nə cür deyilməlidirsə o cür deyil. Ola bilər məsələnin batın tərəflərini sən bilməyəsən. Bir də dua təkcə şüar deyil, təkcə dilin tərpənməsi deyil, bu həm də bir etiqad təzahürüdür ki, insan bu deyilən sözlərin üzərində təfəkkür etməlidir.